Salam dostlar. Only yeganə ancaq mənasında işləmə yerinə baxırıq. Only həm sifət, həm də zərf kimi işlənir. Sifət kimi ismin önündə z və ya yəlik əvəzliyi alır. She is the only person who knows the truth. Həqiqəti bilən yeganə şəxs odur. Only'dən sonra a few, a little, bəzən də some ifadəsi gəlir. Bunu Quantifies videosunda izah eləmişəm. Siz o videoya baxa bilərsiniz. Gəlin xülasə cədvəli nəzərinizə çatdıraq. Maçdan sonra üstünlük dərəcəsi gəlir. Bu o zaman olur ki, maçdan sonra the artiklı, daha sonra est most üstünlük dərəcəsi gələ bilər. Very'dən sonra üstünlük dərəcəsi o vaxt gələ bilər ki, the artiklı işlənsin. Z bu zaman very'nin önünə keçir. The plus very plus est most ifadəsi nümunə the very best. By far ifadəsi üstünlük dərəcəsindən işlənə bilər. Bu o zaman olar ki, by far plus the plus est most. The by nümunəni deyirəm, by far the best. Zərf sırası manner, place, time, reason'dır. Xüsusi sifət sırası to, so, as, how, üstəgələk adjective, üstəgələk en isim. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın ki, bu incə ipuçları hər kəsə aydın olsun və istifadə edə bilirsinlər test tapşırıqlarının tətbiqində. Diqqətinizə görə sağ olun.